İngilis dili danışıq dili üzrə qrammatika dərsinin 9-cu bölümündəyik. Bu dərsdə biz şərt şəkilləri haqqında danışacağıq. Şərt şəkilləri nə deməkdir? Yəni əgər nəsə olsa, cümlənin arxası fərqli ola bilər, ona görə arxasını demirəm. Birinci ingilis dilində nəzərə alaq ki, sıfır tip, birinci tip, ikinci tip, üçüncü tip ən çox istifadə olunan şərt şəkilləri var. Zero conditional, yəni sıfır tip desək, zero sıfır deməkdir. Yəni həmişə doğru olan hallar üçün istifadə olunur. Məsələn, əgər sən suyu isitsən, o qaynayır. Yəni bu həmişə belə olur. Bunu biz dəyişdirə bilmərik. Necə deyərik ingilis dilində? If you heat water, it boils. If-dən sonra gələn feil present simple oldu, indiki sadə zaman oldu və cümlənin ikinci hissəsindəki, yəni baş cümlədəki feil də indiki sadə zaman oldu. Hər iki tərəf indiki sadə zamanda oldu feillər. Birinci tip şərt şəkillərində, yəni first type conditionals cümlələrində isə quruluş fərqli olacaq. Məsələn, əgər oxusam, keçəcəm. Cümlənin əgərdən sonraki tərəf indiki sadə zamanı olacaq. Sonraki tərəf isə gələcək zamanı bildirən feillər olacaq. Məsələn, if I study, I will pass. Yəni, əgər oxusam, çalışsam, imtahanı keçəcəm. İkinci tip, yəni second type conditionalda isə uydurma hərəkətlər, uydurma hadisələr, amma nəticə indiyə aid ola bilər. Məsələn, maşınım olsaydı səyahət edərdim. Belə olacaq. If I had a car. Burada if-dən sonra keçmiş sadə zaman oldu. Simple past. İkinci tərəfdə isə would plus feil. Would üstəgəl feil. Yəni, if I had a car, I would travel. Maşınım olsaydı səyahət edərdim. Third type conditionals, yəni üçüncü tip şərt şəklində isə keçmişdə olmayan hadisələr üçün təsəvvürlərimizi bildiririk. Məsələn, demək istəyirəm ki, əgər oxusaydım, keçmişdə oxusaydım, imtahandan keçərdim, imtahanı yaxşı verərdim mənasında olacaq. If I had studied, burada past perfect oldu if-dən sonra, I would have passed. İmtahanı keçərdi. Would plus present perfect. Quruluş bu formada olacaq. Would üstəgəl, have üstəgəl feilin üçüncü forması. Demək ki, mən keçmişdə yaxşı oxumamışam, ona görə də imtahanı yaxşı verməmişəm. Olub qutarıb artıq imtahan, nəticəsi də pis olub. Bu mənaya gəlir. Xəyaldan, arzudan, peşmanlıqdan və ya kaş ki cümlələrindən danışmaq istəyirsiksə, bizim köməyimizə wish kəlməsi gələcək. Kaş ki varlı olaydım, məsələn. Cümlə quruluşu belə olacaq. I wish I were rich. I wish I were rich. Kaş ki daha çox vaxtım olaydı. I wish I had more time. Görürsünüzsə, I wish-dən sonra o kaş ki hissəsini I wish əmələ gətirir. Keçmiş zamanda olan feil istifadə olmalıydı. Amma bu hər iki cümlədə bundan sonra da həyatda dəyişiklik ola bilər. Məsələn, varlı ola bilərəm, o mənanı gətirir və yaxud da ki, daha çox vaxtım ola bilər. Amma elə cümlə tipi var ki, bu cümlə keçmiş üçün nəzərdə tutulub və mən onu dəyişə bilmirəm. Ona görə də I wish-dən sonra gələn feil past perfect-də, yəni keçmiş bitmişdə istifadə olunur. Məsələn, kaş oxuyaydım o vaxtı, oxumamışam, nəticələr çox pis olubdu. Yəni, həyatda bu pis nəticələrini verib, ona görə belə bir cümlə deyirəm. I wish I had studied. Peşman olmuşam, peşmançılığımı bildirir. Bu cümlə I wish I had studied.